Bakının Fəvvarələr meydanında ötən il 2 aprel aksiyasında həbs olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Vicdan Məhbusu Elnur Məcidli üçün kitab toplama aksiyası keçirən gənclər polis tərəfindən saxlanılır. Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin üzvləri Agil Əliyev, Toğrul Bağırov və İslam Şıxəliyev Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə gətiriliblər. Bir qrup cəbhəçi gənc isə saxlanılanlara dəstək vermək məqsədi ilə polis bölməsinin qarşısında toplaşıblar. Bölmədə 2 saatadək saxlanılan gənclər izahat alındıqdan sonra sərbəst buraxılıblar. Deməli, uşaqlar dostlar kitab gətirdi Fəvvarələr meydanında. Biz də əlavə kitablar da gətirdik. Polislər bizə yaxınlaşdı, siz burada aksiya keçirdirsiniz də, cəmaatı özünüzə tələb edirsiniz, belə olmaz. Ondan sonra bizi bölməyə gətirdilər, bölmədə araşdırdılar. Bizə, yəni orada yazdırdılar ki, sizin əsas məqsədiniz piketdir də, yəni cəmaatın diqqətini özünə cəlb eləməkdir. Bizim də elə bir məqsədimiz olmayıb da, biz yalnız əqidə dostumuz Elnur Məcidliyə kitab aparmaq olur. Bundan artıq